Azadlıq haqqında gəlin düşünək. Düşünün bunun haqqında. Azadlıq. Müqəddəs yazılarda mən fikirləşirəm ki, ən mühüm mövzulardan biri azadlıq mövzusudur. Hər bir insanın daxilində azadlığa can atmaq üçün bir həvəs var, bir istək var. Hamı, istisna olmamaq şərti ilə hamı azadlıq arzusu ilə yaşayır. Fərqi yoxdur, nədən azad olmaq? Əsas odur ki, azadlıq olsun. Müasir cəmiyyətdə, bizim yaşadığımız bu müasir dövrdə azadlıq anlayışı çox şaxəlidir. Bəziləri fikirləşirlər ki, azadlıq heç bir məhdudiyyətin olmamasıdır. Digərləri isə müstəqil qərar qəbul etməyi azadlıq hesab edirlər. Elələri də var ki, azadlığı öz istəklərinə uyğun yaşamaq imkanı ilə əlaqəli edirlər. Niyə insan daim azad və müstəqil olmaq fikri ilə yaşayır? Düşünün bunun haqqında. Niyə insan daim azad və müstəqil olmaq fikri ilə yaşayır? Bunun bir səbəbi var. Çünki hamı öz həyatının sahibi olmaq istəyir. Kəlam da azadlıq mövzusuna toxunur. Maraqlıdır ki, kəlamda azadlıq mövzusu haqqında ilk dəfə İblis danışıbdır. İlk insanlar, Adəm və Həvva istədiyi kimi seçim etdikdən sonra azad olmaq əvəzinə ruhani köleliyə və ruhani köləlik vəziyyətinə düşürlər. Hamı azad olmaq istəyir. Xarici təzyiqdən, nəzarətdən, kiminsə qoyduğu qaydalardan, hansısa məhdudiyyətlərdən və yaxud kiminsə gözləntilərindən. Hamı azad olmaq istəyir. Hamı azad olmaq istəyi ilə yaşayır, amma köləlik problemi ilə üzləşir. Köləlik həmişə insanı təqib edir. Bir kölgə kimi, insanı kölgə kimi o köləliyi izləyir. Niyə? Səbəb nədir? Kəlam deyir ki, hamı günah etdi. Kəlam demir, bir nəfər, yəni Adəm günah etdi. Kəlam deyir, hamı Allahın izzətindən mərhum oldu. Mərhum olmaq çox ağır bir vəziyyətdir. Və nə qədər ki, insan Allahın izzətinə qayıtmayıb, nə qədər ki, insan Allahın huzurunda bərpa olmayıb, o azadlığa qayıda bilməyəcək. Azadlığı öz həyatında görə bilməyəcək. İsa Məsih açıq şəkildə başa salır. O deyir, günah edən hər kəs günahın quludur. Amma kim bunu eşidir? Kim bunun haqqında düşünür? Əlbəttə ki, biz məsihçilər bilirik ki, və bunu elan edirik ki, İsa Məsihin əsas işi insanları azad etməyidir. O yalnız əxlaqi təlim, yalnız müqəddəs həyat nümunəsi göstərmək üçün yox, o gəlmişdir ki, insanları azadlığa yetişdirsin. O yalnız peyğəmbərlik etmək, möcüzələr göstərmək üçün və yaxud digər məsələlər etmək üçün yox, insanın hər şeydən, onun həyatını günah köləliyindən azad etməsi üçün Məsih gəlmişdir, Məsih doğulmuşdur. İsa Məsih öz ölümü və dirilməsi ilə günahın hakimiyyətini məhv etdi. İsa insana yeni həyata aparan bir yol açdı. İsa deyir, əgər oğul, yəni Məsih, yəni mən sizi azad etsə, əgər oğul sizi azad etsə, həqiqətən azad olacaqsınız. İsa Məsihin müjdəsi
insana azadlıq və bəraət yolunu göstərir. Biz bunun haqqında düşünməliyik. Başa düşməliyik ki, biz Məsih haqqında danışanda insanlara bəraət və günahların bağışlanması, azadlıq mövzusu haqqında danışırıq. Biz onlara elan edirik ki, İsa Məsihdir yalnız insanları azadlığa aparan. Məsihin qurbanı sayəsində insan azadlığa yetişir, imanı vasitəsilə. Biz deyə soruşa bilərik ki, iman nədir ki, xüsusi onda o imanda xüsusi nə var ki, biz mütləq iman etməliyik. Bir şey baş verir. Onu yaddan çıxartmaq lazım deyil. İnsan iman edəndə ki, İsa Məsih həqiqətən xilaskardır və özlərinə bütün bəşəriyyətin günahlarını götürübdür. Bu o deməkdir ki, sən yenidən doğulursan və sən iman etməklə Allahdan doğulursan. Və Allahdan doğulanda Allahın ruhu səndə yaşayır. Allahın ruhu sənin həyatına daxil olur və sənə artıq yeni bir həyat verir, yeni bir yaşam verir. Müqəddəs ruh insanın daxilində yeni bir həyat yaradır. Müqəddəs yazıda yazılıb ki, lakin onu qəbul edənlərin hamısına, adına iman edənləri Allahın övladları olmaq ixtiyarı verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, Allahdan doğuldu. Əgər sən Məsihə iman edirsənsə, sən Allahdan doğulmusan. Sənin daxilində Allah öz ruhu ilə yeni həyat qoyubdur. Öz ruhu ilə sənin daxilinə yeni bir həyat yetişdiribdir. Və bu yol ilə sən azadlığa sahib olmaq imkanı əldə edirsən. Çünki Rəbb ruhdur. Rəbbin ruhu haradadırsa, orada azadlıq var. Müqəddəs ruhun işi çox möhtəşəmdir. O insanın ürəyini, düşüncəsini, arzularını, dəyərlərini, vəziyyətini dəyişir. Həqiqi azadlıq ilk növbədə insanın daxili varlığının yenilənməsində özünü göstərir. Köhnə asil təbiət ilə insan azadlığa can atsa da heç vaxt ona sahib olmur. Ürəyim nə istəyir, onu da edirəm, insanı həmişə məhv olmağa aparır. İtmiş oğul məsələsini yada salsaq, biz bunu görə bilərik. İtmiş oğul da bu cür düşünürdü. Lakin sonda gördü ki, onun həyatı məhv olur. Sonda gördü ki, o ataya ehtiyacı var, onun rəhbərliyə ehtiyacı var və azad bir insan kimi artıq, belə deyək də, o müfliz olan bir vəziyyətdə öz atasının yanına qayıtmağa qərar verir. İnsanlar da belədir. İnsanlar da azadlığı axtarırlar və azadlığı tapanda, dırnaq arası tapanda onu yaxşı istifadə eləmirlər və müfliz vəziyyətinə düşürlər. Ondan sonra mütləq Allaha müraciət edirlər ki, bu vəziyyətdən çıxsınlar. Ya da ki, özündən böyük adamlara, atasına, anasına və s. Müqəddəs yazıda yazılıb ki, azad insanlar kimi yaşayın. Amma azadlığı pislik etmək üçün bəhanə saymayın. İnsanlar, bütün insanlar, ümumiyyətlə bütün insanlar təbiətcə xudbin və egoistdir. Biz yalnız bir şeyi istəyirik. Özümüzdən razı olub, özümüzdə nəsə qazanıb, özümüz haqqında elan edirik. Biz ancaq özümüz haqqında fikirləşirik, özümüzü göstəririk. Yaxşılıq edəndə belə, insan yaxşılıq edəndə belə günaha meyillidir. Müqəddəs yazıda yazılıb ki, yer üzündə elə bir salih adam görmədim ki, yoxdur ki, yalnız yaxşılıq edib heç bir günah etməsin. Yəni, biz insanlar o qədər günahlı təbiətdə yaşayırıq ki, hətta yaxşılıq edəndə biz günah edirik. Mənim bir sözüm var, sadəcə onu demək istəyirəm bu günləri. Mən istəyirəm ki, biz bu günləri Məsih kimi düşünməyə üstünlük verək. Məsih kimi düşün. Məsihin baxdığı kimi bax.
İsa Məsihin hiss etdiyi kimi hiss et. Əgər sən Məsihin ardınca gedirsənsə, sən artıq dünyavi deyilsən. Sən dünyavi kimi düşünə bilmərsən. Əgər Məsihin ardınca gedirsənsə, sən hamı kimi düşünə bilmərsən. Sən artıq dünyada olanlardan biri kimi deyilsən. Artıq sənin ürəyində Məsihin sözü var. Artıq Məsihin həqiqəti yerləşib ora. Və sən artıq Məsihin şuuruna maliksən. Və ən əsası, sən öz ürəyini qorumalısan. Müqəddəs yazıda bunun haqqında istəyirəm düşünək. Yazılıbdır ki, hər şeydən əvvəl öz ürəyini qoru. Çünki həyat çeşməsi odur. Dünyada yaşayanda biz imanlılar, ilk növbədə imanlılar öz ürəyini qorumalıdırlar. Çünki ürəkdən gələn bütün hər bir istək, arzular, niyyətlər, fikirlər, hər şey insanın ürəyindən gəlir. Müqəddəs yazıda yazılıb ki, əgər sənin ürəyində, yəni insan var ki, ürəyindən, yaxşı ürəyindən, xəzinəsindən yaxşı şey çıxardır, elə insan var ki, pisdir, pis xəzinəsindən pis şeylər çıxardır. Ona görə də, əziz bacı qardaşlar, biz ilk növbədə bir imanlı kimi öz ürəyimizi müdafiə etməliyik. Ürəyimizi qorumalıyıq. Biz öz həyatımızda çox şey qorumağa çalışırıq. Xüsusilə pulumuzu, sağlamlığımızı, övladlarımızı, nüfuzumuzu, səlahiyyətimizi, çox şey istəyirik ki, qoruyaq. Amma başa düşməliyik ki, hər şeyin başlıca biz ürəyimizi qorumalıyıq. Müqəddəs yazıda yazılıb deyildiyi kimi, hər şeydən əvvəl ürəyini qoru. Hər şeydən əvvəl. Bu söz onu göstərir ki, hər şeyin üstündə duran sənin ürəyindir. Yəni, ürəkdən üstün heç nə yoxdur. Kəlam bizə deyir, ayıq ol, ehtiyatlı ol, sayıq ol. Bu əmirdir. Yəni, sən ayıq olub, sayıq olub, öz ürəyinin gözətçiliyini etməlisən. Sanki onu qorumalısan. Burada fərqi yoxdur, sən çox uzun müddət imanlısan, burada fərqi yoxdur, sən çox qısa bir müddətdə imanlısan, fərqi yoxdur. Əsas odur ki, ürəyini qoru. Kəlamı nə qədər yaxşı bilirsən, bunun da fərqi yoxdur. Ürəyini qoru. Çünki azadlıq hissi ilk növbədə birinci bizim ürəyimizdən başlayır. Azad olmaq hissi bizim ürəyimizdən qaynaqlanır. Mən yenə də təkrar etmək istəyirəm, xahiş edirəm buna diqqətlə qulaq asın. Məsih nə cür düşünürsə, sən də elə düşün. Məsih nə cür baxırdısa, sən də elə bax həyata. Məsih nə cür yaşayırdısa, onun kimi yaşamağa can at. Gəlin bir yerə çaq. Müqəddəs yazıda Filipinlərə məktub 2-ci fəsil 3-cü bənddən 11-ci bəndə kimi oxuyacağıq və bundan sonra bir azad insanlar kimi ürəklərimizi qoruyan, ürəklərimizi saf qoruyan bir insanlar kimi Rəbbin önündə, Rəbbin huzurunda biz onun süfrəsində iştirak edəcəyik. Müqəddəs yazıda Filipinlərə məktub 2-ci fəsil 3-cü bənddən oxumaq istəyirəm. Filipinlərə məktub 2-3. Heç bir işi özünüzü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqla digərini özündən üstün saysın və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini düşün. Məsih İsa necə düşündü, siz də elə düşünün. Allah surətində olduğu halda o özünü Allahla bərabər tutmağı bir haqq saymadı. Lakin özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəkli alıb özünü aşağı tutdu və ölümə qədər, çarmıq üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah onu çox uzatdı
və ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsa'nın adına etiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün Məsih İsa'nın Rəbb olduğunu bəyan etsin. Məsih kimi düşün, Məsih kimi yaşa və bu vəziyyətdə sən artıq həqiqi azadlığa yetişəcəksən və həqiqi azad kimi yaşaya biləcəksən. Allah bizi istəyir ki, bizim həyatımızda Məsihin xüsusiyyətləri olsun. Odur bizim nümunə, odur bizə nümunə göstərən. O həvvarilərə nümunə göstərdi və biz onun kəlamını oxuyub, biz özümüzdə bir nümunə götürürük ki, Məsihin həyatında olduğu kimi bizim həyatımızda da olsun. Məsih İsa bizim üçün əzab çəkdi və bizə nümunə oldu ki, biz onun izi ilə gedək. Ancaq nədə o bizə nümunə qoydu? Birinci, ataya itayət etməkdə, itayətkarlıq ruhunda. İkinci, təvəzzökarlıqda, təvəzzökarlıq göstərməkdə. Üçüncü, insanlara xidmət etmək. Yalnız öz mənfəətimizi, öz istəklərimizi yox, başqalarını düşünmək və başqalarına xidmət etmək. Dördüncü, müqəddəslik, qüsursuzluq. O bizə bunda nümunə oldu. Dördüncü, beşinci, səbirli və həlim olmaqda. O bizə yol göstərdi. Altıncı, bağışlamaq, düşmənlərini bağışlamaq. O bizə əmr verdi. Öz çağırışına, axırıncı öz çağırışına sona qədər sadiq olmaqla o bizə nümunə oldu. Və biz bu günləri Rəbbin süfrəsində iştirak edəndə biz bu nümunəni yada salırıq. Sanki deyirik, ya Rəbb, sən hansı yolu getmisənsə, sən nə cür yaşamısansa, mən də o cür yaşayacağam. Çünki onunla bizim aramızda əhd bağlanıbdır və o bizə o əhdi bağlayıb ki, bizə əbədiyyətə yol açsın və biz əbədiyyətə qovuşaq. İsa Məsih ona görə çörəyə götürəndə, kasanı götürəndə deyir ki, bu mənim sizin üçün, bu mənim sizin üçün kəsilən, bu mənim sizin üçün tökülən qanımdır, kəsilən bədənimdir. Başa düşürsünüz? Bu çox vacibdir. İsa Məsih bunu vurğulayırdı bizim üçün. Ona görə qoy Rəbb bizə xeyir-dua versin ki, indiki günümüzdə biz Rəbbin süfrəsində iştirak edəndə həqiqətən ona bu günləri oxuduğumuz kimi şərik ola bilək. Həm onun əbədiyyətinə, həm də onun istirablarında şərik ola bilək. Onun nümunəsinə şərik ola bilək. Qoy Rəbb bizə xeyir-dua versin bu işdə. Hər birimizi çağırıram ki, biz dua eləyək və duamızı bir neçə müddət ərzində dua eləyəcək ki, öz günahlarımızı etiraf edək və Rəbbin önündə hazır olaq ki, onun süfrəsində iştirak edək. Gəlin dua edək.